atadır, anadır. Bunların hakkını hiçbir şekilde ödemek olmaz. Bizim dünyaya gelme sebebimizdir. Valideynlər özləri öz rollarını və vəzifələrini düzgün anlamalıdırlar ki, övladlarına da bunu düzgün aşılasınlar. Həqiqətən bugün sadece biyolojik veya fizyoloji valideyn olmaq kifayət eləmir. Biz onu elə peyvəndə elə vurmalıyıq ki, oradaki o mənəvi xəstəliklər ona bulaşmasın. Allahın Rəsulu deyir ki, sizin ən xeyirliniz ailəsinə qarşı ən şəfqətli olanınızdır. Ən əsas, önəmli xüsusumuz halal loxma yemək, kimsənin haqqını yeməmək. Uşaq universitet qazansın, necə qazanır, qazansın. Bunun tərbiyəsi, bunun əxlaqı. Hər övlad cəmiyyətdən, tərbiyədən, əxlaqdan bir pay götürür. Biz bunu istəsək də, istəməsək də bu belədir. Rasulullah sallallahu aleyhi ve sellem bir hədisi ağlıma gəldi. Deyir ki, ata-ananıza yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq eləsin. Deyir, ay oğul, mən səndən iş adamı olmazsan demədim. Mən səndən adam olmaq istəmişəm deyir. Həqiqətən adam olmaq Çətindir. oxumaqla olmur. Hə, yəni məsələn Adam olmayıb. adam olmayıb. Hə.